Barın qoxulu o yollar səni bəs nə vaxt qaytarar səndən təsəlli bir zabit mundiri bir cüt ulduzlu aylı pagonlar səndən təsəlli bir zabit mundiri. Yenidən fəxrlərimizin sorağındayıq. Bugünkü fəxrimizin 25 yaşı var. Baş leytinant Qarabağ qazisi Kamil Musəvi. Bugün onun həyat hekayəsini tanış olacaqsınız. Ay ver mənə leytinant, xoş müjdəli bir savaşdan. Ay ver mənə leytinant. Bugünkü qəhrəmanım vətən uğrunda canından keçən, sağ gözünü, ayağını itirən baş leytinant Qarabağ qazisi Kamil Musəvi 25 yaşı olmasına baxmayaraq sanki uzun bir ömür yaşayıb. Ağrılarla, düşmənə nifrətlə, intiqam hissi ilə yaşayan Azərbaycan qəhrəmanı özünü bütövlükdə üzərində gəzdiyi torpağa həsr edib. Yaşının az olmasına baxmayaraq onun həyat hekayəsi çoxlarına nümunə olacaq. Yurdumuz, yuvamız bitib tükənməyib, o qan davamız hələ yad əldədir. Yurdumuz, yuvamız bitib tükənməyib, o qan davamız. Ay ver mənə cənab leytinant, ay ver. Kamil, çox şanslıyıq ki, bugün səni qəhrəman olaraq elə sən haqqında sənin özündən soruşuruq, başqalarından yox. Yəni ki, Allah ikinci dəfə səni bağışladı ailənə, bizə. Çox şükür. Ona görə bugün sən özün öz haqqında danış bizə. Mən ehtiyatda olan baş leytinant Musavi Kamil İbadətoğlu 2008-ci ildə orta məktəbi bitirdikdən sonra həmin ildə Heydər Əliyev Azərbaycan Hali Ərbi məktəbinə daxil oldum və o məktəbi 2013-cü ildə zabit rütbəsində bitirdim, yəni leytinant hərbi rütbəsində. Ondan sonra 2013-cü ildə təlim-tədris mərkəzində ixtisasımı davam etdirdim. 2013-cü ilin iyul ayında hərbi xidmətə, Tərtər rayon Ensar hərbi xidmətə yollandım. Və xidmət vaxtlarımda da dəfələrlə o toplanışlarda qalib oldum. Bəzən oldu, mükafatçı oldum. Ondan sonra 2015-ci ilin iyun ayında baş leytenant hərbi rütbəsi aldım. Noyabrın axırları, oktyabrın əvvəlinə qədər bizdə silahlı qüvvələrin yarışları keçirilir də bizim ixtisas yarış arasında. O yarışda da demək olar birinci oldum. Ondan 10 gün sonra bu hadisə başıma gəldi. Mən hadisəni belə xatırlayaram ki, bu döyüş tapşırığı yerinə yetirərkən naməlum minanın partlamasından bir ayağım, bir gözüm, sol ayağımın alt hissəsi, bir də ki qolum bu hissədən belə zədə almışdı. Bu hadisə olan gecə, yəni hamı bildiyi kimi 10 xəttlər çox qaranlıq, zülmət qaranlıq olur. Yəni partlayış oldu. Partlayış olandan sonra mən yıxıldım yerə. Yıxılandan sonra tam özümdə oldu. Yəni itirmədim. 2 dəfə yoxladım ayağımı. Gördüm. Artıq bildiyinə minayı Artıq bildim, bəli. Partlayış vurdu sifətimə. Yəni bir gözümün baxdım, sifətimi sildim belə, gördüm sifətimdən qan gedir. Atdım əlimi gözümə, gördüm gözüm nəsə elə bir hissiyatı yoxdur bu gözümün. Amma bu gözüm görürdü. Da yıxıldım yerə.
bu sol əlimi atdım ayağıma. Gördüm ayağım sümüyə dəydi əlim. Baxdım bu ayağım elə bil bu topuq hissədən yoxdur. Sonra özlüyümdə fikirləşirəm ki, Üzrsən, özü belə görüb nə reaksiya heç bir şey, elə adi, normal qəbul elədim. Sonra bir də əlimi atdım ki, ola bilməz də, bu yuxu olar bəlkə də ki, mənim başıma bu gələ bilməz. Mən belə fikirləşirdim. Bir də atdım əlimi, gördüm yox, əlim qan bütün də fışqırır əlimə, nə bilim belə elə. Da gördüm yox, çıxış yolu yoxdur. İndi yoldaşlarımız da biraz təhlükələr razı idi. Da çöndüm öz tərəfimizə, biraz başladım sürünməyə. Süründüm, mənim bu yoldaşlarımdan biri qastı qabağıma, əlini atdı, sürdü, saldı mənə səngərə. Səngərə salandan sonra orada iş tibbi yardım göstərildi. Məni aldılar, apardılar bu hərbi maşına. Maşınla məni iş tibbi yardım üçün tibb məntəqəsindən təkrar maşınla qospitala. Qospitalda yolda qarşıladılar. Orada yenə tibbi yardım göstərdilər və sağ-salamat məni çatdırdılar qospitala. Qospitalda da bir onu eşitdim ki, gecikdirməyin. Bir onu eşitdim. Gecikdirməyin, salın əməliyyata. Mən oraya çatanda həqiqətən belə sevindim ki, şükür mən yan qospitala çatdım. Mən o qədər... Yəni, öz huşun başındaydı. Bəli, huşum, hər bir şey yadımdadır. Yəni, zərrə qədər özümü itirməmişdim orada. Kamil ali məktəbi özü seçdi, hərbi akademiyanı. Bizə bildirmədi, yəni bir də gəldi ki, amma mən uca qəbul olmuşam hərbi akademiyaya. Mən bir oğul olmağına görə biraz narahat oldum ki, yəni bir oğuldur da gözümüzün qabağında olar. Dedi, yox mama, mən bu məktəbi seçmişəm, bunda oxuyacam. Oxudu, qutardı, sonra getdi başına Tərtərdə bu iş gəldi. Orada da yenə bizə komandirlərinə bir şey elib ki, evdə ailəmiz bilməsin, ailəm bilməsin. Bütün Qazaq bilir, amma biz bilmirik ki, Kamil miniyə düşübdür. Azadlığım şərbətin iç, şərbətin iç. İgid əskər, mökəm dayan, mökəm dayan. Azadlığım şərbətin iç, şərbətin iç. Səhərsi mən inatçılıq elədim, gördüm hamı bizə gəlib gedir. Mən dedim, getməliyəm. Getdim Kamil, mən oraya başqa cürə getmişdim, amma gördüm o mən nətər qarşıladı o yaralarının qabağında, o şeyin qabağında ki, mama, oradan mənim özüm çıxmışam. Heç nədən qorxmam. Mən oğlum dedim, maman bilir ki, sən qəhrəmansan, sən igidsən. Sən burada da ölsün, ötəsindən gələcəksən. Orada da yenə qospitalda da yanına gələnlərə elə bir enerji verirdi o uşaq. Ham mətəl qalır ki, ilahi bu uşaq nətərdən belə. Başqa hamı eşitdi, Kamil miniyə düşüb, bir gözünü itirib, bir ayağını itiribdi. Yəni o yenə də onun qabağında Kamil mərdlik eləyirsə. O yəni orada da tibbi yardım göstərdilər, səhər açıldı. Götürdüm telefonu, evə zəng vururum ki, indi evdəkilər desə ki, bu ağır yaralıdır, nətər bizlə danışır. O nöqteyi nəzərdən götürdüm, zəng vurdum evə. Danışdım, dedim, mən narahat olmayayım, heç bir şey yoxdur. Əgər mənə nəsə olsa, danışa bilərəm, yaxud nəsə belə. Onlar da baxdım ki, inanmaq istəmirlər. Sonra indi nazirliyimizin sayəsində helikopter bizi gəldi, oradan təxliyə elədi Bakı qospitalına. Orada çatanda əmim gördüm başım üstə ağlayır. Ağlayanda mən də hava da çox dumanlı, pis bir hava idi. Çiskin. Prostinlə açdım üstümdən belə. Dedim, mən nə olub, niyə ağlayırsan? Adam dedim, belə şey ağlamaz axı. İndi dedim, gedim ölüm mü, meydimi mi ağlamaq istəyirsiniz? Belə bir şey elədim. Əmim dedi, gördüm, əmim səsini kəsdi, çıxdı, getdi.
Üstündən 5-3 gün sonra əmim gəldi yanıma. Daha doğrusu reanimasiyadan çıxandan 5-3 gün sonra əmim gəldi. Orada deyir, mən sağ ürəkdirək verməkdən sən o ürəkdirək verdin. Yəni belə şeylər. Yəni açığı mən bir yaşadığıma sevindim. Çünki elə bir vəziyyət, elə bir uzaqlıq, oradan gəlmək, getmək, nə bilim, çatdırmaq, hospitala çatdırmaq, hamısı vaxt tələb eləyirdi. O vəziyyətdə onda ağlından nə keçirdi? Mən bir dənə ağlıma o keçdi ki, yəni gənc aləm yazıq oldu. Bir dənə onu fikirləşirdim ki, daha doğrusu elə sürünə-sürünə də onu deyirdim ki, aləm yazıq oldu, belə də özlüyümdə. Amma Allaha qurbanım da yaşatdı Allah. Bir də 2 gözlərim tutulmuşdu, demək olar bir gözüm ümumiyyətlə, bir gözümdə tam tutulmuşdu. Orada həkimlər əməliyyat o yan bu yan. Sonra həkimlərdən soruşanda 2 gözüm 4 gün görmədi. İkisi də bağlı idi. Həkimlərdən soruşdum, dedim görərmi? Həkimə deyirəm, narahat olma. Yəni fikirləşmə ki, mən bunu eşidərəm, özümə nəsə eləyərəm, nə bilim, nəsə pis olaram. Dedim, əksinə mənə bilmək daha xoşdur. Sən bunu de ki, bu belədir. Həkim dedi, bir gözünə hələ ki inanmıram. Amma bir gözün dəqiq görəcək, o birisi də bəlkə növbəti əməliyyatdan sonra görə. Dedim, bir gözümü görmək də bəs eləyər. Xəstəxanada uzanıqlı vəziyyətdə, ayağı yox. Gözü torpaqsa dolmuşdu bir gözü. Qəlbə çıxartmışdı. Belə. Və dostları ilə bərabər. Hə, üç nəfər idilər. Üçü də yəni... İlk səsinizi eşidəndə nə dedi sizə? Mənim səsimi eşidəndə o mənə heç nə demədi. Öz yoldaşlarına dedi ki, sizə demədim, evə bildirməyim. Bir mayor oğlan vardı. O dedi ki, vallah biz bildirməmişik. Hardan sözü eşidi. Təzən üzündən zaddan öpdüm. Deyim, səndən fəxr edim. Övladım olmamışdı. Sadəcə fikirləşirdim ki, ən azından onun sifətini görüm. Bir göz də bəs eləyəm. O da bir gözüm açıldı. Daha doğrusu 4 gün sonra, 3 gün. Bir gün burada hospitalda, 3 gün də orada. Gözümü açdılar. Mən də gözümü həmişə açanda insan 2 gözü birdən açırlar. 2 gözümü belirəm, görürəm açılmır gözüm. Bir gözümü belə, sonra bir gözümü belə tutan fason elədim. Bir gözümü açdım, gördüm, yox, adamlar gedir, gəlir. Ondan sonra dedim, daha hər bir şeyə razıyam, yaşayıram, heç bir problem yoxdur. Yanıma da kim gələrdi, əgər ağlayardısa, mən adamı buraxmadım. Eyni zamanda Kamil özü də bugün çox güclü insandır, yəni çox iradəli insandır. Təsəvvür edin ki, o minya düşən gününün sabahsı həyat yoldaşı ilə, anası ilə danışıb ki, evdə narahat olmasınlar ki, hər şey məndə əladır, narahat olmayın. Siz başa düşürsünüz də bu nə deməkdir? Yəni o insan nə ayağını, nə gözünü, nə ağrılarını, heç biri onu, yəni yenə deyirəm, həmin anda bizi həyata bağlayan, bütün dostlarının, qohumlarının həyatda qalmasını sağlayan onun özü oldu. Valideynlərindən gəl danışaq. Atan çox duyğusal bir adamdır. Biz artıq onunla tanış olduq və sənə görə də nədənsə daha çox o narahatdır məncə. Elə bilirlər ki, səni Allah uzaq eləsin, itirəcəklər yenə də. Ümumi olaraq valideynlərinizdən danışıq, ailənizdən. Necə bir ailədə böyüdünüz? Mən deyərdim, atam, evdə bir işləyən atam idi. Yəni, kasıb bir ailə deyərdim. Yəni, amma ona da şükür yaşayırdıq, yirdik, içirdik, hər bir şeyimiz var idi. O da atam bəli elədi, həssas adamdır. Mən bu hadisə olanda gəlmişdi atam ora. Yəni mən çatanda bildim ki, bu kövrək adamdır. Dedilər atan gəlib, dedim buraxın. Atam gəldi içəri. Dedim bu heç nə olmuyor, amma narahat olma. Yaşayıram, nəfəs alıram. O da gördüm, yox, biz fəxr eləyirik, zat biraz özünü saxladı. Dedim, yox, belə getməz. Çölə çıxdı. Mən vertolyota qoyub, vertolyota qoyanda deyirdim də, hava skinli idi, bir də ki, dumanlı idi. Bizi üstümüzü tam ağ praslə ilə örtmüşdülər. Ki, yağış vurmasın sifətimizə o yan bu yan. Tiskin daha doğrusu. Orada yoldaşlarım danışır.
Deyir, səni vertolyota qoyub apardılar. Deyir, elə vertolyot qalxmışdı, gördüm, kişi deyir, getdi. Başladı ağlamağa. Dedim də, mən bilirəm, o harada sözünü göstərməli idi. Sonra dəfələrlə gəldi, baxırdım, biraz belə, elə. Deyirdim, bu mən məcbur eləm, bu eləmə qaydım. Gedim, vafı gəlməyib. Onun müəllimi var idi, Firdevsi müəllim. Ən çox ondan öyrənəm vətən bərabərliyi, sözünü açıq. Mən çox vaxt evdə olmurdum, özüm şofer idim, həm çöllərdə zadda olurdum. Ancaq idmançı idi o. Ondan öyrənəm ən çox. O, həqiqi mən orada görəndə elə bildim ki, daha əlimi üzdüm ki, getdi, daha yoxdur bu. Ancaq şükür Allaha ki, bir sağ-salamatdır, ailəsinin içində. Yəni, mən həqiqətən inana bilmirəm ki, mən səhərsi gün Kamilin yanındaydım. Həkimindən soruşdum ki, Kamil necədir, deyir, gülür. Zarafat eləyir, deyir bizlə. Yəni, inanırsınız da. Yəni... Əlaçı şagird olmamasına baxmayaraq, məktəbdə mərdliyi, cəsarəti ilə hər kəsin sevimlisi olub. Hər kəsdən gizlətsə də, ali hərbi məktəbə qəbul olmağı heç gündə təəccüb doğurmadı. Çünki Kamilin nə qədər vətənpərvər olduğunu hər kəs bilirdi. Növbəti dayanacağımız Kamilin təhsil aldığı Qazaxdakı 2 saylı orta məktəb oldu. Kamil, xoş gəldin. Xoş gəldin. Salam, çox salam, salam. Biz qürur duyuruq sizlə. Çox sağ olun, minnətdarım. Çox razıyıq. Bu, ya da sən bizimlə. Ay Allah, bu. Allah qorusun səni. Sağ olun, çox sağ olun. Böyüyübsən. Maşallah, maşallah. Məktəbimizin fəxrisən. Sənin ki, belə vətənpərvərliyin. Çox sağ ol, minnətlər ki, məktəbimizi yaddan çıxartmırsan. Çox razıyıq səndən. Allah səni qorusun. Nə gözəl ki, səni heç kəs unutmur, Kamil. Ölkələrin arasında belə gözəl, belə zəngin var dünyanın harasında. Vətənimin məğrur güclü, özürəyin ilhamı var. Hoş günlərə gedən yolda bir əbədi bayram var. Hər birinin öz yeri var, mənim elim doğma diyar. Gözəllikdə o bir bahar, gələcəyə işıq saçar. Qurban olum Azərbaycan, bu müqəddəs torpağına, baxıb iqlid evladına. Nələrlə yadda qaldı bu sinif sənə, bu məktəb? Hər halda vətən sözünü bu məktəbdə öyrəndin. Demək olar, elə demək olar. Ondan əlavə biz bu məktəbdə yəni mehriban kollektivçilik, insançılıq, həqiqətən ondan sonra yüksək təhsil, vətənə olan sevgi. Məsələn, indi gənc uşaqlarımız hal-hazırda göz qabağındadır ki, məsələn, elə adam var, hərbiçi görəndə qaçırdı, yaxın gəlmək istəmirdi. Amma indi gənclərimiz az qalır daha götürərlər. Sinif yoldaşların sənin yanına gəldilər ondan sonra, məsələn, bu hadisəni eşidəndən sonra? Nəinki sinif yoldaşlarım, çox insanlar, gələ bilməyənlər zəng eləyirdi, gələ bilənlər gəlirdi. Sinif yoldaşlarımın özləri bir dəfə yox da, bir neçə dəfə gəldilər. Yəni, sağ olsunlar ki, unutmadılar bizləri. Sən olan bu qədər sevgi nədən yaranmışdı? Yəni, məqsədin var idi, yoxsa? Düşmənə nifrət edirdim. Yəni, məndə bir belə prinsip var idi ki, düşmən nətər ola bilər ki, bizim torpaqda oturub, yəni rahat oturub, bizim torpaqda oturub. Mən yəni düşmənlə vuruşmaqdan ləzzət alırdım, həqiqi mənada. Elə bir nifrət var da düşmən içində. Çünki onların televizor izləyirdik, başımıza min bir oyuna gətirdilər, Xocalı, nə bilim, Şuşa, Laçın, hər bir yer. Onu da bir siyasi don geyindirib dünya qarşısına güya biz onlara eləmiş kimi göstərməkləri, yəni elə bir yalançılıqları məndə onlara nifrət oyatdı. Azərbaycan, odlar yurdum mənim, sən namusum, qeyrətimsən vətənim, sən namusum, qeyrətimsən vətənim.
Kamil, Qazaxda ən çox sevdiyim parkdır bura. Çünki mütəfəkkirlər parkıdır. Demək olar. Çoxlu heykəllər var. Hətta bizim general Əliağa Şıxlinskinin də heykəli var. Və inşallah sənə də sağlığında heykəl qoyarlar. İnşallah. De görək, vətən sənin üçün nədir? Mən belə onun haqqda istəyərdim elə məlumat verim. Bu həmişə biz ön xəttdə zətdə olanda həmişə özlüyümdə baxırdım da hərbi verilişlərə, görürdüm orada müsahibə alırlar belə. Özümdə fikirləşirdim ki, bəlkə nə vaxtsa məndən də müsahibə aldılar. Həqiqətən də, yəni belə yaralı kimi yox, sadəcə bir komandir kimi deyim. Ona görə özlüyümdə fikirləşdim ki, bu təkrar söz olmasın, məsələn, vətən anadır, belə. Ona özlüyümdə belə bir şey fikirləşdim ki, vətən nədir deyəndə mən onu qeyri-adi bir şeylə əvəz eləyim və o belə oldu ki, vətən hər zaman qorunmağa ehtiyac duyulan və uğrunda canından keçə biləcəyimizdir. Yəni belə bir fikri özümdə formalaşdırdım və ona görə indi də bunu dedim. Yəni biz bugün ona görə xoşbəxtdik ki, hər zaman bizim səndən uzaq olsun, igid oğlanlarımız şəhid olur, minaya düşür, rəhmətə gedir. Biz ondan heç nə soruşa bilmirik. Amma yaxşı ki, sən varsan ki, biz səndən hər bir şey soruşa bilirik. Biz həmişə fikirləşirik, görəsən o şəhidlər xiyabanda yatan bugünkü şəhidlər əgər əslində sağ olsaydılar, minaya düşsəydilər sənin kimi, bəxtləri gətirsəydi, sağ qalsaydı, nə danışardılar bizə? Bu düşmənə olan nifrətdən irəli gəlir ki, bu vətəni sevmək lazımdır. Çünki torpaqlarımız da bilindiyi kimi işğaldadır. Ona görə sevməliyik də. Yəni işğalda olmasa da belə vətən sevilməlidir. Bunun üzərində yaşayırıqsa, bəzən olur, indi gənc nəsildə elə bir psixologiyalarla rastlaşırıq. İndi komandir olan dövrdə də bunların hamısından rastlaşmışam da demək olar. Məsələn, vətən bizə nə verir? Məsələn, belə götürəndə torpağın üstündə də yaşayırıq, yeriyirik, yediyimiz, içdiyimiz bu torpaqdandır. Bu hər bir şey bu torpaqdandır da, vətən bizə bunu verir. Vətən deyəndə hökm deyil ki, nəsə başa düşəsən. Vətən deyəndə bu ərazi bütövlüyü, bu torpaq, üzərində yaşadığımız hər bir şeyi nəzərə almaq olar. Ona görə o yanlış fikirləri mən həm də istəyərdim ki, gənclərimizdə formalaşmasın elə fikirlərimiz. Biz ziyarətə gedəndən sonra Kamildəki o ruh yüksəkliyini görəndə inanın ki, belə məhəttəl qaldıq ki, sanki biz yaralanmışıq. Ondakı bu belə ruh yüksəkliyi bizi çox təəccübləndirdi. Bir dənə onu deyə bilərəm ki, çox uzatmayayım. Qardaşımız da nəinki mənim, bütün Azərbaycanın fəxridir. Mən fəxr edirəm ki, elə bir qardaşım var, elə bir dostum var. Sən bu dəqiqə bizi çox gözəl və mənzərəli bir yerə gətirdin. Deyəsən, tez-tez gəlirsən. Və gəlməyimin səbəbi də var. Deyərdim, bəli, bu tərəflərə tez-tez gəlirik. Yəni, həm mənzərəlidir, bir yandan da ki, həmişə uşaqlara göstəririk. Bu, arxada gördüyümüz bizim doğma torpaqlarımızdır. Sadəcə ermənilər tərəfindən işğal olunmaq. Yəni, belə könül ağrısıyla baxırıq da, belə deyək. İdmançısan əslində və uzun müddət idmanla məşğul olmuşsan. Mükafatların, uğurların var. İdman haqqında zəhmət olmasa danışaq. Bəli, mən deyərdim ki, elə sizə müsahibə verən əmoğlum mən birinci sinifə getməmişdən qabaq məni apardı idmana. Elə rayonda idmanla məşğul olduq. Bir neçə nailiyyətlər əldə elədik. Ondan sonra axırıncı dəfə Daşaltı şəhidlərinin xatirəsinə həsr olunmuş turnir var. Orada yer tutanda bizim Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi Umudov, onu yəqin hər kəs tanıyır. O məni güləşimin xoşuna gəldi və dəvət elədi yığma komandaya. Və mən də bir müddət Firdovsi müəllimin belə tabiçiliyində məşğul elədik. Ondan sonra zabit olmaq həvəsinə düşdüm. Mən deyərdim ki, indi bu son çıxışda televiziyalarda da var. Bu Firdovsi müəllim yığma komandanı yığıb olimpiyada qabağı idmançılara həm bu son gedən döyüşlərdən, həm yaralılardan, həm onlara ruh yüksəkliyi, yəni əvvəl nətəri indi də elə
proseslər davam eləyir. Məsələn, biz Qazaxda, şəhərdə gəzəndə hər kəs sənə yaxınlaşırdı, görüşürdü. Yəni mən özüm də fəxr elədim bundan. Mənə elə gəlir ki, münasibətlər də çox gözəldir səndən qarşı. Bəli, hal-hazırda nəinki Qazaxda, mən deyərdim Azərbaycanın çox yerində hörmət edirlər, çox sağ olsunlar. Mən minnətdaram bütün xalqımdan ki, yəni vətən üçün canından keçən insanları unutmurlar. Başqa nə deyim, mən minnətdaram hamıya. Sağlamlığında da fiziki olaraq itirdiklərin oldu. Bəs nə qazandın səncə? Mən itirdiklərim qarşılığında çox şey qazandım. Yəni onları istəmirəm açıqlayayım, amma həqiqətən çox şey qazandım. Öz növbəmdə Region TV-nin bütün əməkdaşlarına və bu proqramı çəkilişi təşkil edən insanların hər birinə təşəkkür edirəm. Və sizlər də sağ olun ki, əziyyət çəkib, yəni böyük bir məsafəni qət edib, bizləri yaddan çıxartmadınız. Başqa da ki, bizə dəstək olan, kömək olan hər bir kəsə çox təşəkkür edirəm. Xarakter etibarilə nikbin, güclü, mərdliyi ilə yaddaşımızda qalan əsl vətən oldu Kamil Musəvi. Onun ən böyük arzusu yenidən ön cəbhədə olmaq, vuruşmaq, vətənimizin bütövlüyünü görüb qürurlanmaqdır. Bugünkü qəhrəmanımızla sözün əsl mənasında fəxr etdik. 25 yaş olmasına baxmayaraq Kamil Musəvi vətənə xidmət yolunda adını tarixə yazmağı bacardı. Fəxrlərinlə hər zaman var ol, Azərbaycan.